O bir Türk mahnısındaki değeri sağım yalan, solum yalan. Sağım yalan, solum yalan, giden yalan, dönen yalan. Düzdür. Bugün nə sağımız, nə solumuz yalandı. Bilmirəm söhbətə nə girdim, bura gəldim, çıxdım. Amma deməli, nədən danışacağıq bu videomuzda? Bir tərəfdə Dövlət İmtahan Mərkəzinin yepyeni nəşr elədiyi ikinci hissə test toplusu, digər tərəfdə isə yenə Dövlət İmtahan Mərkəzinin vəsaiti formasında işlədə bilirsiniz həmin cümlə daxilində. O zaman o mübtəda deyil. Dövlət İmtahan Mərkəzi bu vəsaitində artıq verib ki, deyir ki, sən bunu biçi də yaza bilərsən. Necə? Arasına yatırmaqla. Uşaqlar, bugün bu videomuzda sizə bu test və toplunu incələyəcəm. Sizdən gələn çox sayılı mesajları nəzərə alaraq bu videonu çəkməli oldum və mütləq videomuzu bəyənin, kanalımıza abunə olun ki, paylaşılan şeylər sizə tez gəlib çatsın və bu videonu izləməyənlər çox şey itirəcək, onu da deyim. Çox maraqlı məqamlar var. Deməli, ilk öncə başlayaq uşaqlar. Mən fikirlərimi bildirim əvvəlcə, sonra keçəcəm həm də burada müəyyən həm suallar üzərindən, həm qısa məlumatlar falan belə bir şeylər də özüm üçün qeydlər aparmışam. Bunları da sizinlə bölüşəcəm. İlk öncə vəsaitdən başlamaq istəyirəm. Vəsait demək olar ki, bəlkə də çoxdan gözlənilən bir vəsait idi. Amma tam özünü doğrultdu mu, tam odur mu bizim istədiyimiz və şagirdlər sırf bunu oxuyub da qəbula gedə bilərlərmi? Bu haqda da məlumat verəcəm və bu arada bir balaca sınaq qrupumuzdan da danışım. Sabahdan etibarən sınaq qruplarımız başlayır. Xüsusən mətnlər üzərində iş və eyni zamanda mövzu sınaqları üzrə sınaq qrupudur bu qrup və istəsəz buraxılışdan sonra təbii ki, sürət qruplarımıza da qoşula bilərsiniz. O möhtəşəm nəticələrin böyük əksəriyyəti oradan çıxır, bilirsiniz. Və eyni zamanda dərs qruplarımız da hal-hazırda davam edib. Onlara da qoşulmaq üçün nömrələrimizi bilirsiniz. Bilməyənlər üçün də şifa edeyim. 070 535 35 55. Bax, bu nömrəyə yaza bilərsiniz. Və belə uşaqlar, deməli bu vəsait necədir? Vəsaiti açanda biz ilk öncə burada xüsusən tam olaraq qaydalar, nə bilim, qeydlər və s. gözləyirik. Amma bizi həm suallar qarşılayır, həm dinləmə mətnləri artıq Azərbaycan dilində də bu test toplusunda veriblər. Daha doğrusu test toplusu yox, vəsaitdə. Dinləmə mətnləri də veriblər. Artıq gələcəkdə bilirik ki, bu yöndə də suallar olacaq. Və eyni zamanda mətn üzrə tapşırıqlar və onlara aid belə nümunələr, deməli suallar və s. belə bir şeylər var. Sonra dil qaydaları və ardıcıl olaraq fonetikadan başlayaraq, deməli Azərbaycanda nələr daxilsə bu qaydalar verilib. Amma qaydalar kifayət qədər yığcam, amma lazımlı məqamlar verilib. Lazımlı məqamlar verilib, bunu deyim. Bir abituriyent üçün bunu oxuyub getmək kifayət eləyərmi? %90 kifayət eləyər. %90 kifayət eləyər. Amma çox xırda məqamlar, bəzi detallar təbii ki, burada verilməyib. Bu da onu göstərir ki, biz istisna falan belə şeylər çox görməyəcəyik burada. Amma kifayət qədər əvvəlki vəsaitə baxanda bu daha yaxşıdır deyə bilərəm. Həm də xeyli test var içərisində. O testləri də həm mətn üzrə tapşırıqlar, həm hər mövzudan sonra suallar var. İçərisində də çox maraqlı suallar var. İndi mən o suallardan da bir neçəsini sizlərə göstərəcəm, paylaşacağıq. Və belə deyək, istifadə etmək olar. Bir abituriyent üçün məncə yaxşı bir vəsaitdir ki, alıb tanış ola. Ən azından biləcək ki, din daha çox nələrə fikir verir, nələri diqqətdə saxlayır. Və sual tipləri də kifayət qədər həm asan, həm orta, həm çətin tipli testlərə rast gəlmək olar içərisində. Hər mövzudan sonra sınaqlar, belə deyək, adi bir çox kitablar necədirsə, onun formatındadır. Amma dediyim kimi, məlumatlar o qədər də geniş deyil. Yəni, o qədər də geniş, əhatəli mövzu məlumatlarına rast gəlməyəcəyik. Əsas qaydalar, lazım olan şeylər, belə deyək, bunlardır. Yəni, belə deyim, özünü yormadan hazırlaşanlar üçün çox dərinə getməyib də. Məsələn, çox xırdalıqlar bilim, nə bilim, belə şeylər bilim. Onları istəməyənlər üçün normaldır. Xüsusən, məsələn, buraxılışa hazırlaşan abituriyentlər üçün bu vəsait məncə kifayət edər. Amma üçüncü qruplar ki var, üçüncü qruplar blok üçün də hazırlaşır təbii ki Azərbaycandan. Onlara məncə biraz yetərsizdir deyə bilərəm. Ona görə də belə. İndi keçək bu digər test toplusu, ikinci hissə. Burada da elə bir ciddi dəyişiklik yoxdur. Yəni əvvəlki toplu ilə eyni saymaq olar. Bəzi
mövzularda müəyyən suallar əlavə olunub. Birinci hissədə nə gördünüz? Birinci hissədə nə gördünüz? Köhnə testlərlə bərabər yeni testlər. Eynən o formatdadır. Yaxşı suallar da əlavə olunub deyə bilərəm. Düzdür, bəzi müəllimlər təbii ki, bundan narazıdırlar ki, ay toplu çıxır, amma suallar yenilənmir. Suallar yenilikdə nə edəcəklər? Yeni suallar salsalar gör nə dəyişəcək ki? Kifayət qədər yaxşı suallar onsuz da burada var. Bunu işləyən abituriyent həm qəbul imtahanına, həm buraxılış imtahanına zaten hazır olur. Bəzi müəllimlər o çığıra-çığıra TikTokdan, nə bilim, YouTube'da bağıra-bağıra, ay valideynlər hara baxırsınız? Bunun nə bilim filan testi mən adlarını çəkmirəm. Filan testi harda qaldı? Bəs bunu işləmək lazımdır. Yəni elə çox səs-küyə, nə bilim, belə deyək, qışqırtıya bənd olmadan rahat başınızı salıb aşağı bu iki toplunu işləyib də qəbula gedə bilərsiniz. Mən bunu sizə əminliklə deyə bilərəm. İçərisində həm çətin suallar var, xüsusən 9-un axırı, 9 toplunun axırı tam möhtəşəmdir. Yəni çətin sual istəyənlər 9-cu sinif üçün olan toplunun axırlarını işləsin. 11-də də var çətin suallar, amma 9-da daha çoxdur deyərdim. Bunun səbəbini soruşasınız ki, bəlim, 9-da niyə çoxdur? 9 üçün topluda bilmirəm. Bilirəm əslində müəyyən şeylərdir, amma uzun söhbətdir, ona görə danışmıram. Belə, yaxşıdır bu topluda. Təxminən mətn hissəsinə baxsaq, deməli, 47 dənə mətn var. 47 dənə mətn də az mətn sayı deyil uşaqlar. Yəni bu sizə az gəlməsin. Birinci hissədə də təxminən bu qədərdir. Bir abituriyentin buraxılışa getməsi üçün tam da kifayət eləyir. Əgər başdan getdi işləmirsənsə, normal şəkildə işləyirsənsə, buradakı mətnləri bitirib, biraz da sınaqlar falan əlavə materiallar işləyib, getdiyiniz müəllim məsələn işlədir təbii ki, hazırlığa gedirsiniz. Və bu arada sınaq qruplarımıza da qoşulub mətnlərinizi daha da gücləndirə bilərsiniz. Belə, burada, yəni belə deyək də, elə bir dəyişiklik, ciddi bir şey yoxdur. Yaxşı, maraqlı suallar var, amma mütləq işləməlisiniz uşaqlar. Baxın, bəzi müəllimlər bir də görürəm, deyir ki, mənim yanıma o gün bir şagird gəlib, deyir ki, deyirəm, nə işləmirsən deyə kimi? Deyir ki, mən toplu işləməmişəm. Heç ümumiyyətlə işləməmişəm. Müəllimimiz deyib ki, çox asandır. Dedim, bir müəllimimizin qabağına qoysam, bəlkə bunun heç bir 50%-ni deməyim, bir 70%-ni ancaq düz yazar. Bir 30%-i qalar qıraqda. Niyə? Çünki həqiqətən də, yəni belə deyək də, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanına, buraxılış imtahanına gedən şagird birinci onun vəsaitini işləməlidir, açıq danışaq. Belə. Nəysə uşaqlar, baxaq. Baxın, mən sizə burada müəyyən suallar və eyni zamanda müəyyən şeylər bu vəsaitdən, baxın, bu vəsaitdən seçmişəm. Videomuzun baxış sayı çox olsa, paylaşımınız çox olsa, abunəliyiniz, bəyənməniz çox olsa, topludan da bir çox maraqlı məqamları seçib paylaşacağım sizlə. Məsələn, səhifə neçədir? Vəsaitdə, 86-cı səhifədə. Belə bir baxaq görək, maraqlı sual var, amma qabağa mütləq izləyin. Sona qədər izləyin bu videonu, burada çox şey öyrənə bilərsiniz. Mən sizə bunu deyim. Baxın, burada belə bir sual var. Deyir ki, məntiqə əsasən sual işarəsinin və nöqtələrin yerinə yazmaq olar. Məsələn, baxırıq, bura yazıb ailəm, bacım, dayım. Bu sual işarəsinin yerinə bir söz götürməliyik, burada bir söz. Baxırıq, bura fikir versək nə götürüblər? Nə götürüblər? Məsələn, burada verilən sözlər nədən ibarətdir? Mənsubiyyət şəkilçidir, isimlərdir, düzdür? Deməli, biz bura isim yazacağıq. Sifət və əvəzi variantını çıxırıq. Bunlar isim olduğuna görə isim. Və burada nə yazmalıyıq? Təbii ki, mənsubiyyət şəkilçili sözdür. Ona görə də yazmalıyıq. Məsələn, şagirdəm şəxs şəkilçisidir. Həkiməm şəxs şəkilçisidir. Çantam götürə bilərsiniz. Və cavab olacaq B variantı deyək. Sonra, bu aradakı sual maraqlı deyil deməyim, amma mənsubiyyətə aiddir də çox düşən sualdır. Uşaqların sevmədiyi sual tipidir, amma mənsubiyyətə aid deyə istədim deyim. Yəni, fərqli sual tipi deyil də, belə deyim. Sadəcə özüm bu topludan sizə bir neçə sual vermək istədim. Amma yaxşı suallar da var. İlk dəfə bəlkə də görəcəyiniz məqamlar da var. Məsələn, deyir ki, burada mənsubiyyət şəkilçili isimləri müəyyən edin. Bilqis xanımın özündən kiçik bacısı İstanbulda oxumaq istəyini əmisi oğluna yazdığı məktubda bildirdi. Bizə isimlərdən söhbət getdiyi üçün, bax, uşaqların diqqət etmədiyi məqamlardan biri budur. Cümlədə deyir ki, sualda deyir ki, ismi seç, gedib ağzına nə gəldi seçirik. İsim, sifət, say, nə bilim, əvəzlik. Bu günlər MOTK sınavında körpə səsidir, nə bilim, nədir, belə bir ifadə var. Götürüb, orada deyib ki, qeyri-müəyyən yer gəldi olan isimləri seç, uşaqlar götürüb körpəni seçiblər. Nə deyim? Deməli, burada özündən sözünü götürmürsünüz, çünki əvəzlikdir. Kiçik bacısı, Bilqeyis xanımın bacısı. Bu xanım sözündəki ın bizi çaşdırmasın, yəni o sözün özüdür, xanım, xanımın. Burada da hal şəkilçisidir. Öz xanımın demək olmaz. Kiçik bacısı, yəni öz bacısı deyə bilərik. Mənsubiyyət biri burada var. Deməli, İstanbulda oxumaq istəyini, istək sözü feil deyil, isimli bu arada. Onun istəyi
istəyini. Həm mənsubiyyət var, üstündə də bonus olaraq hal var. Yəni mənsubiyyət olan sözə bir də hal əlavə ediblər. Deməli, onun istəyini yaxud da öz istəyini əmisi oğluna, öz əmisi, onun əmisi. Əmsinin öz oğlu, burada da mənsubiyyət var. Bir də yazdığı məktubdan, yazdığı sözündə də var. Bu 7 əslində burada yazılmalıdır, düşüb aşağı. Sözlərin sonunda yazılıb fikir verirsinizsə. Bu yazdığı sözünü amma götürməyəcəyik. Səbəb çünki isim deyil. Bizə isim lazımdır. Və nəticədə nə olur? Bacısı sözünü götürürük, istək sözünü götürürük, əmisi sözünü götürürük, oğlu sözünü götürürük. 3, 4, 5, 6. Bu şəkildə cavabımız olur. Belə deyək. Özündən sözündə mənsubiyyət var, götürməyəcəyik. Yazdığı sözündə mənsubiyyət var, götürməyəcəyik. Çünki isim deyil. Belə. Buradan başqa, məsələn, uşaqlar, bax burada, burası neçədir? Bu sifət bölməsi, yox, say bölməsinə aid bir sualdır. Uşaqlara deyir ki, məsələn, miqdar sayı işlənmişdir. Miqdar sayı deyən kimi nə edirlər uşaqlar? Hamısı müəyyən miqdar sayı axtarır. Amma müəyyən miqdar sayı demirək, sənə miqdar sayı deyir. Sayın ümumiyyətlə 2 tipə ayırırıq. Miqdarını bildirən sayılar, əşyanın miqdarını bildirən, bir də sırasını. Sıra cərgə. Amma deməli, incı şəkilçisi, bax bu şəkilçisi olanlar, incı. Bu şəkilçisi olanlar sıradır. Yerdə qalan bütün sayılar olur nə? Miqdar. Qeyri-müəyyən də miqdardır, müəyyən miqdar sayı da miqdardır, kəsir sayı da miqdardır. Məsələn, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Burada çox oxuyan çox bilməz. Yəni, çox sözlərin hamısı feylə aid olduğu üçün götürməyəcəyik. Çünki o zərf olur. Çox söz yalansız, çox pul haramsız olmaz. Çox söz, çox pul. Bunları görürük ki, miqdarını, əşyanın miqdarını bildirir. Özündən sonrakılar isimdir. Az danış, çox danışıq insanı işdən qovur. Burada az danışıq görən kimi uşaqlar bu variantı çıxırlar. Amma burada çox danışıq var. Danışıq isimdir. Ona görə də çox sözü saydır. Yəni, burada da say var. Deməli, xeyli adam bu qərarla razılaşdı. Xeyli sözündə görürük ki, xeyli sözü adam sözünü izah edib. Yəni, miqdarını bildirir. Qeyri-müəyyən miqdar sayıdır. Deməli, onu da götürürük. Bu iki məhsul 1-ə 2 artmışdır. Ümumiyyətlə, bu zərflərin içində belə sözlər çoxdur. 1-ə 2, 1-ə 5 və yaxud da 1-1, baxın, 1-1, 2-2, 3-3. Bunlar say deyil, zərfdir. İlk baxışdan adamı uzaqdan baxanda cəlb edir. Deyir ki, variant deyir ki, götür məni. Amma götürməyin. O zərfdir. Deməli, cavab nə oldu? A variantı. Düzdürmü? Növbəti. Məsələn, maraqlı suallar var. Uşaqlar, belə özünüz baxıb işləyə bilərsiniz. Məsələn, 15 minlərcə. 15 müəyyən miqdar sayıdır, minlərcə qeyri-müəyyən miqdar sayıdır. Bunlara özünüz baxarsınız. Məsələn, uşaqların çətinlik çəkdiyi belə bir sual tipi var. İkini saxlayıram sizə, cavabını siz yazarsınız videonun altında. Dəqiqəsini yazarsınız ki, filan dəqiqədə və altına cavabı yazarsınız. Amma mən burada eyni tipli 3-cü sual izah edeyim sizə. Klasteri tamamlayan nümunələri müəyyənləşdirək. Yazılışı səhvdir deyil. 17-sində. Bu niyə səhvdir? Çünki biz ümumiyyətlə, belə deyək də, müəyyən miqdar saylarına şəkilçilər artıranda hal da artırırıq, mənsubiyyət də artıra bilərik. Təhlikdə mənsubiyyət şəkilçisi, məsələn, deyək ki, ayın 5-i. Bu doğrudur. Amma 5-ində deyəndə, 5-ində bu dəni artırırıqsa, bura hal varsa, deməli, bu mənsubiyyət artıq bura yazılmır. 5, deməli, 5 defisitdə bu şəkildə işlənir. Yəni, hal və mənsubiyyət eyni sayın tərkibində olanda mənsubiyyəti yazmırıq. Amma rəqəm yazılarsa da, təbii ki, sözlə yazanda yox. Məsələn, 4 yazıb, ü yazıb. 4-ü, deməli, bu doğrudur, burada bir səhv yoxdur. 7-si, burada da təkcə mənsubiyyət var, burada da səhv yoxdur. Yazıb 5-də. Bu bilsin nə? 5-də deyil ha. 5-ində. Tutaq ki, 5-ində, ayın 5-ində. Düzdür, 5-də də ola bilər, saat 5-də gəl, bu da ola bilər. Lap 5-ində sözü də olsa, 5-ində. Orada in mənsubiyyət yazılmır. Hal birbaşa yazılır. Dedim, halla mənsubiyyət eyni vaxtda artırılanda sözə, mənsubiyyət yazılmır, hal yazılır. Deməli, bunu səhv demişdi bizə. Səhv demişsə, bu da doğruydu. Bunu da götürməyəcəyik. Deyir ki, deməli, 15-də. Deməli, 15-ində deyək. 15-ində lap olsun. Ayın 15-ində gəl. Bu doğru yazılmış olur. Çünki mənsubiyyət yazılmır. Sözlə yazsaq, baxın, deməli 15-ində. Tutaq, ayın 15-ində gəl. Burada 15-i mənsubiyyətlə növ bitişdiricidir. Dəni yazırıq. Baxın, rəqəm yazılanda təkcə dəni yazmalıyıq. Mənsubiyyətlə hal üstü olanda təkcə hal yazırıq. 8-ində, baxın, inə baxın 8-ində. Deməli, ayın 8-i mənsubiyyət, növ bitişdirici, dədə hal. Mənsubiyyəti yazmağa gərək yoxdur. Deməli, burada səhvlik var.
20-sində, bax burada da mənsubiyyəti yazmağa gərək yoxdur. Deməli, bu da səhv yazılıb. 5 və 6-nı götürürsünüz. Dediyim kimi, eyni tipli sualdır, onu siz yazarsınız. Belə, bu suallara da istəsəz özünüz baxa bilərsiniz. Uşaqlar, bax, məsələn, mən sizə başqa bir hissəsindən bunun deyim. Bax, burada belə bir maraqlı sual var, uşaqlar, maraqlı sual var. Maraqlı sualdır, görürsünüz. İndi məsələ nədir? Mən sizə biraz daha onu böyüdüm. Sualı gördünüz. Hansı sözdə I, I, U, Ü üstündə 4 var? Şəkilçisi artırılaraq sifət yaranmaz. Çox maraqlı sualdır. Bu səhifə neçədir? Mən sizə lap bunu deyim. Özünüz də istəsəz o sualı. 65-ci səhifədir vəsaitdə. 65-ci səhifədir. Şəkilçilər bölməsindən sonra olmalıdır. Mən bu tipli bir sualı bir neçə il öncə izah eləmişəm və video hal-hazırda da TikTok hesabımızda durur. O video ilə cavab verəcəm sizə. Deneyin. Hansı sözün tərkibində inqilabi sifətinin yaranmasında iştirak edən şəkilçi var? Bax, bizim dilimizdə həm 4 variantlı I, I, U, Ü şəkilçisi var. Həm də I, V şəkilçisi var. Bax, bu şəkilçi ilə bu şəkilçinin fərqləndirilməsi xüsusi bir məqamdır. Çox adam da demək olar ki, bu məqama diqqət yetirmiş. Necə fərqləndiririk, mən sizə bunu deyim. Baxın, deməli, əgər fikir versək, sürməyi sözündə I var, qızılı sözündə, tibbi sözündə, çəki sözündə, qəhvəyi sözündə. Hamısında demək olar ki, şəkilçi bizi çaşdırır. Bəs necə müəyyənləşdirək ki, bu şəkilçidirmi, yoxsa bu I, I, U, Ü-nün 4 variantlı şəkilçinin I variantıdırmı? Onu bilmək üçün yadda saxlayırıq. Əgər sözlərin mənası rəng və yaxud da forma məzmunu bildirirsə, o zaman 4 variantlı şəkilçinin yaranır. Baxın, qızılı rəngdir, 4 variantlı şəkilçinin yaranır. Sürməyi rəngdir, 4 variantlı şəkilçinin yaranır. Qəhvəyi rəngdir, 4 variantlı şəkilçinin yaranır. Çəki də nəyinsə bir forması, belə deyək, çəkisi, o da 4 variantından yaranır. Amma tək I şəkilçisi, bax burada göstərdiyim I şəkilçisi, I-nin I-si, o aidlik mənası ifadə edir. İsimlərdə də işlənir, sifətlərdə də. Məsələn, sifətlərdə inqilabi, tibbi, hərbi, bu kimi sözlərdə, yəni aid olan mənasını verir, aid olan. Yəni tibbə aid olan, inqilaba aid olan, hərbə aid olan. Hə, nə eşitdiniz? Deməli, nə deyirik? Baxın, uşaqlar. Bax, iki şeyi yadında saxlayın. Baxın, 1, 2. Forma, rəng. Bax, bu forma və rəng bildirəndə 4 variantlı şəkilçinə yaranmış olur. Bu tipli sözlər. Yəni, I, I, U, Ü şəkilçisi də var, birlikdə. Bir də I, V var, I, V. Yəni, bu I, bu 4 variantının axı İ'si də var. Bundan fərqli şəkilçidir. Yəni, bu 4 variantının İ'si qoşulur forma və rəng bildirən sözlərə. Forma və rəng bildirən sözlərə. Amma bu I-V şəkilçisinin deməli forması qoşulur nəyə? Hansısa bir daha çox alınma sözlərə deyil, amma tək alınma deyil. Yəni, ümumən alınma sözlərə qoşulur, amma bu da alınmalara qoşulur. Alınma məsələsi ümumiyyətlə deyilməməlidir. Əsas məsələ nə deyilməlidir? Yəni, forma və rəng bildirəndə 4 variantlıdır. I şəkilçisi isə nə bildirir? Dediyimiz kimi, bayaqda eşitdiniz videodan, nə bildirir? Aidlik. Məsələn, dövri, yəni dövrə aid olan. Mülki, yəni mülkə aid olan. Nə bilim, Gəncəvi, Gəncəyə aid olan. Şirvani, Şirvana aid olan. Nə bilim, inqilabi, inqilab, baxın inqilabi sözünə. İnqilabi. Hə, inqilab. Bu nədir? İnqilaba aid olan. Yəni, o deməkdir. İnqilabi proses baş verir. Yəni, inqilaba aid olan dövrü, Mendeleyevin dövrü sistem cədvəli deyirsiniz, nə deyirsiniz? Yəni, dövrə aid olan, mülki geyim, yəni mülkə aid olan. Bu mənanı ifadə edir. Tək I o mənanı ifadə edir. 4 variantlı şəkilçi isə forma və rəng bildirəndə, məsələn, baxın, armud formadır. Armudu stəkan deyirik. Armudu stəkan, innabı rəng, nə bilim, qızılı rəng. İnnab da bu arada meyvədir, onun rəngini nəzərə tuturuq. Belə, maraqlı sual idi. Daha nə var burada uşaqlar? Mən sizə başqa bir şey göstərəcəm. Uşaqlar, deməli bu kitabda çox maraqlı bir məqamı diqqətini cəlb elədi. Baxın, bu təxminən feil bölməsidir. İdimiş hissəciyidir. Oradımı? Bəli. Səhifə də 144-dür. Həmin dimin vəsaitindən. Burada nə deyil bizə? İdimiş, ümumiyyətlə mən nəyi demək istəyirəm? Bu qaydanı da mən sizə göstərəcəm. Yəni bu tək suallar deyil. Görürsünüz, qaydadan da müəyyən şey seçmişəm. Baxın, biz bilirik ki, idi, imiş, bir də isə. Bu hissəciklər həm
feillər artırıla bilir. Həm adlara, ismə, sifətə, saya, nə bilim, əvəziyə, hər şey artırıla bilir də belə deyək, zərfə. Necə artıracaq, necə yazacağıq məsələsini. Əslində bugünkü kitablar, məsələn oxuduğunuz kitablar adlarını çəkmirəm. Müəyyən kursların kitabı deyək. O kitablarda heç bunu demək olar ki, yazılışı ilə bağlı məqamları toxunmurlar. Səbəb nədir bilmirəm. İndi özləri ya tam bilmir, ya nə bilim nə. Demək olar ki, əksəriyyəti yanlış toxunub. Bu mən videoda izahda demişəm, amma yenə də deyim. Deməli, biz bilirik ki, baxın, burada indi çox bir yaxşı bir məqam var, həm də bəzi kitablarda səhv olaraq bizə səhv dedikləri məqam. Deyir Samit, ümumiyyətlə bu qayda necədir? Mən sizə şifahi onu birinci deyim. Baxın, əgər başqa nitq hissələrinə qoşulursa, yəni feildən başqa, ismə, sifətə, saya, nə bilim nəyə qoşulursa ayrı yazılmalıdır. Ayrı, sadəcə ayrı. Feildə isə daha çox kitablarda yazır ki, samitlə bitən feillərdə bitişik və ayrı, saitlə bitən feillərdə isə tam şəkildə həmişə ayrı yazılmalıdır. Amma demin bu vəsaiti həmin qaydaların üstündən xətt çəkir və nə deyir bizə? Deyir ki, samitlə bitən feillərdən sonra ayrı və ilk saiti buraxılaraq şəkilçiləşmiş formada yazıla bilər. Bunu bilirsiniz. Məsələn, gəlmiş imiş, gəlmişdi. Deyir burada bilirik ki, bitişik yazılıb. Bu ayrı məsələdir. Deyir ki, saitlə bitən feylə artırıldıqda isə ayrı və ilk saiti buraxılaraq y bitişdirilsinin əlavəsi ilə bitişik də yazıla bilər. Yəni, saitlə bitən sözlərə, məsələn, deyək ki, kaş, gələ, saitlə bitib, daha arzu şəklindədir. Biz əvvəl belə deyək, bir çox kitablar bizə öyrədir ki, gələ sözünə idini artıranda belə yazmalıyıq. Ayrı, düzdürmü? Ayrı. Amma Dövlət İmtahan Mərkəzi bu vəsaitində artıq verib ki, deyir ki, sən bunu bitişik də yaza bilərsən. Necə? Arasına y artırmaqla. Gələydi. Əslində bu şifahi nitqdə var da bu formada işlədirik. Amma yazılışda bunun tətbiqini artıq belə deyək, Dövlət İmtahan Mərkəzi özü verib ki, bu formada yazmaq, daha doğrusu səhv yeri işarələdim. Bax burada ilk saiti buraxılaraq y bitişdiricisi əlavə etməklə yazıla bilər. Məsələn, burada da gəlməli idi, gəlməli imiş. Yəni ayrı da yazıla bilər bitişikdə. Deməli belə çıxır ki, son olaraq, nəticə olaraq feillərdə istər saitlə bitsin, istər samitlə bitsin, həm bitişik, həm də ayrı yazmaq olar feillərdə. Digər nitq hissələrində isə mütləq ayrı yazılmalıdır. Deməli, bitişik yazılanda saitlə bitən sözlərdə sadəcə bitişdirici artırırsınız. Belə, yəni bundan ibarətdir. Bu qədərmi, yoxsa? Burada bir maraqlı bir məqam da var, uşaqlar. Sual var, sualı mən sizə göstərim. İzahın əslində altında veriblər, amma o izahdan çox mən sizə daha rahat variant deyəcəm. Deyir ki, hansı cümlədə zərf mübtədadır? Ümumiyyətlə burada bura, bu tipli ora, bura, baxın bu sözlər. Ora və bura. Sözləri bizə bəzən verir cümlədə və deyir hansı cümlədə mübtədadır və yaxud hansı cümlədə zərflikdir. Hansı cümlədə söz birləşməsinin asıl tərəfidir deyə belə bir şeylər verir. Daha çox belə yazılır. Mübtəda olan variantını daha çox soruşur. Məsələn, test toplusunda da zərf bölməsində buna aid hardasa 2-3 dənə sual var. Bu suallarda biz nəyə nəzər yetirəcəyik, nəyə diqqət edəcəyik? Ən rahat variant. Əgər bura, ora sözlərini buraya və yaxud da oraya formasında işlədə bilirsiniz həmin cümlə daxilində, o zaman o mübtəda deyil, dəqiq mübtəda deyil, onu at geçsin. Ya söz birləşməsinin asıl tərəfidir, ya da zərflikdir. İndi baxırıq, buradakı sözün heç də, bu gözümüzə oradan uzaqdan da görünür ki, bu sifət. Dakı şəkilçisi var, yəni evdəki, həyətdəki, buradakı, oradakı hamısı sifətdir. Dakını harada gördünüz? Bu sifətdir. Bunu atın geçsin. İndi özündən sonra leksik gəlməsə təbii ki, buradakı, oradakı, həyətdəki, evdəki, kənddəki və s. bunlar sifətdir. Onu atdıq. Bura gəlməkdən məqsədin nədir? Hacı. Deyə bilərəmmi? Buraya gəlməkdə. Baxın, buraya. Buraya gəlməkdə məqsədin nədir? Deyə bilərəm də. Atıram, bundan mübtəda olmaz mənə. Sonra bura baxıram, D variantına. Bura gələnlərin çoxu turistidir. Buraya gələnlərin çoxu turistidir. Deyə bilərəmmi? Deyə bilərəm. Bunu da atıram, bundan mənə mübtəda olmaz. Dedim axı, oraya buraya formasında da işlədə bilirsənsə həmin cümlə daxilində, o mübtəda deyil. Bütün günü ora bura qaçır. Deyə bilərəmmi? Bütün günü oraya buraya qaçır. Deyərəm də. Bunu da atdım getdi, çünki o da mübtəda olmayacaq. Uşaqlar, bura çox yerlərdən səfalıdır. Buraya çox yerlərdən səfalıdır. Deyə bilərəmmi? Yox, təbii ki, deyə bilmərəm. Ona görə də nə olmuş olur? Səfalıdır hara? Bura. Cümlənin mübtədasıdır. Bu qədər bəsit formada. Götürürsünüz, çıxıb gedir, canınızı tutarırsınız. Belə uşaqlar, maraqlı məqamlar var idi. Qoy görün, burada da nəsə bir şeylər varmı? Bir də burada bağlayıcı ilə bağlı bir məqam çəkmişəm. Onu sizə göstərəcəyim. Bax, həmin kitabdan səhifəsini qoyduğum bağlayıcı mövzusu 159-cu səhifə.
Əslində bir çox məqamlarda mübahisə doğuran bir şey var idi. Deməli, yoxsa bağlayıcısı var, yoxsa. Bu bağlayıcını bir çox, əvvəl məsələn, hətta bir neçə vəsaitlərin adını çəkmək istəmirəm. Onlardan bir ikisində şərt vermişdi, sonra çıxartdılar, nə bilim, dedilər ki, bundan şərt bağlayıcısı olmaz filan. Amma Dövlət İmtahan Mərkəzi öz vəsaitində görürsünüz, şərt bağlayıcıları və diqqətimi çəkdi, burada yoxsa sözü var. Deməli, bu şərt bağlayıcısı kimi artıq bunu biz Dövlət İmtahan Mərkəzi deyibsə götürəcəyik. Ağa deyir, sür dəriyə, sür də, sən nəyin lazımdır? Deməli, əgər hərgah madam ki, indiki bir halda ki, yoxsa. Yenə deyirəm, yəni bəlkə də siz elə bunu şərt bağlayıcısı kimi bilirsiniz. Təbii ki, mən də elə, şagirdlərim də elə öyrətmişim, amma mübahisə idi o. Bir qismi deyir ki, bu yox, bu ola bilməz şərt bağlayıcısı. Amma görürsünüz, artıq verirlər. Deməli, götürmək olar, rahat götürə bilərsiniz. Yeni videolar istəyirsinizsə, təbii ki, nə etmək lazımdır? Ay, sağ olun. Videomuzu bəyənin, kanalımıza da abunə olun. Nə qədər çox baxış gəlsə, o qədər çox motivasiya.